Cavit, eşitmişəm ki, sənin bu yaxınlarda 20 yaşın tamam olacaqdır. Mən səni ad günü münasibətilə təbrik edirəm. Neçə belə ad günlər keçirməsən, böyük oğlan olasan, yaxşı özün üçün bir uğurlu karyera qurasan. Sən ümumiyyətlə mənim ən yaxşı tələbələrdən biri olmuşsan, mən səninlə fəxr edirəm. İnşallah sənin səsin ən yaxşı yerlərdən, yüksəklərdən gəlsin, səninlə fəxr edirəm. İnşallah belə ad günlərini neçədə keçirək, yaxşı olar inşallah, təbrik edirəm. Cavit, təbrik edirəm, ad günün mübarək olsun. Bağışda biraz belə qrip vaxtıma düşdü, görkəmim uyğun olmaya bilər. Səhər uzun ömür, can sağlığı, ailə saadəti. Düzdür, bunlar biraz çiğnəmiş söhbətlərdir. Ənənəvi olaraq hər kəsin dediyi sözlərdir. Amma arzu edirəm ki, anaya layiq övlad olasan. İnşallah xoş sədalara eşidək, təhsili daha yaxşı yerlərdə davam elətdirərsən. İnşallah toyunda dəvət eləyəsən, gələk, bundan daha gözəl təbriklər eləyək. Bir daha ad günün mübarək olsun. Təbrik edirəm. Turala da təşəkkür edirəm. Bütün bunları təşkil edirəm orada. Unutma ki, unudulmayasın. Bu qədər. Çox sağ ol. Cavit, təbrik edirəm səni. Böyük olan olasan. Eşitim 20 yaşın olur. Bizi səni dəstəməsəm də, amma üzdən simi olaraq tanıyıram. Yəni, təbrik edirəm. Böyük olan olasan. İnşallah bir gələcək əlaqə saxla. Münasibətlərimiz daha da, belə deyəm, yaxşı olsun. Bir-birimizi yaddan çıxartmayaq. Uğurlar sənə. Cavit, səni ad günü münasibətilə təbrik edirəm. Gələcək işlərindən müvəffəqiyyətlər arzulayıram. Bizdən inşallah unutmayasın. Cavit, sənin kimi imkanlı oğlana qarşı imkanlar günü yaraşır. Ay günü mübarək. Maşını vurduq. Canı sağ olsun. Turala qurbandır maşın. İnşallah ən pis günün belə olsun. Pul gəldi, gedər şeydə. Əsas özümüz imkanlıyıq. Özümüz milyarderik. Ürəyimiz milyarderdir. İnşallah axıra kimi bir yerdə olaraq. Sən, mən, dediyimiz xəyalları gerçəkləşdirək. Tural, sən, mən inşallah gəzə bir firma açaq. Firmaya rəhbərlik eləyək. İnşallah tezdən pravanı al, əsas məsələ. Pravana ürəkli maşın sürmə, Tural kimi sürmə maşını. Mənim kimi də sürmə, özün kimi sür. Bir daha təbrik edirəm. Öpürəm. Salam Cavit. Bayaqdan bu videonu çəkmək üçün əlləşirsən, əl çəkmişəm. Axır ki, çəkə biləcəklər. Nəsə, bugün sənin ad günündür. Yenə yetmiş sənin ad gününü təbrik etməyə. Həmişəki kimi bir yerdəyik yenə. Sənin ad gününü təbrik edirəm. Bunlar bilirsən də intermediate, sən ingilis dilində təbrik edirəm. Happy birthday my brother and I wish you all the best wish what I would wish to myself. Yenə ad gününü təbrik edirəm. Ad günü mübarək, həmişə bir yerdə. Ən əsas şey nədir? Entertainment. Həmişə bir yerdə əylənək. Sağ ol. Cavit, sənə ad günü təbrik edirik. 20 yaşın olur, yubileyindir. İnşallah 100 yaşını qeyd eləyək bir yerdə dostlarla. Sənə ad günü münasibətindən Tural özünə telefon alalım, onu da təbrik edirik. İnşallah növbəti uğurlarını qeyd eləyək. Cavit'i ilk yaş yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Böyük olan olsun. Cavit, zaten sən boşa görə tanımışam, düzdür. Amma hörmətli özümə görə deyirəm. Böyük oğlan olsam, 20 yaşlı olur, təbrik edirəm. Bunu deyəndə hamı buradaydı bütün uşaqlar, özün yox idin. Kaş gözün də burada olardı. Sən boşdan da yaxşı olansan, belə sıxmadın. Öpürəm, böyük oğlan ol, təbrik edirəm. Cavit qardaş, uşaqlarla yığışmışdıq, nəsə dedilər, Cavidin ad gündür. Biz dəstəyi belə təbrik edirik. Düzdür, bir dəfə, iki dəfə görmüşəm, amma uşaqların arasında hörmətinə görə deyirəm ki, yəqin ki, uşaq özünə hörmət qazanan oğlan. Nəysə, mən də təbrik edirəm. İnşallah böyük oğlan olsan, bir yerdə belə yığışıq, necə lazımdır qeyd edək. Mənim də ürək sözüm bu. Cavit, ad günün mübarək, böyük oğlan ol. Bütün deyilənlərə mən gözəl sözlərə qoşuluram. Əsas odur, ürək təmiz olsun, qalan hər şey düzələndir. Bu boyda uşaqlar hamısı onu bil ki, sənləndir. Öpürəm sənə böyük. Təbrik edirəm buraxdım Cavit. Sənin ad günü üçün uşaqlarla belə bir fikir alımıza gəldi. Sağ olsun Turaldan belə bir fikir gəldi. Biz indi həmin o fikir izləyiciləri kimi sənin üçün belə bir şey hazırlamaq istəyirik. Səni təbrik edirəm. İnsana həyatı boyu lazım olan xoşbəxtlik və cansağlıqdır.
xoşbəxtlik insan sevgilisindən də, başqa yaxın tanışlarla keçirə bilər. Amma biz sənə dostların kimi xoşbəxt günlər istəyir, bir ömür sənə davam elər. Əsas sənə can sağlığı, bir də xoşbəxtlik arzu edirəm. Öpürəm səni və yəni belə, yəni öz dilimizə yəni belə. Ağa qara, gülürsən, amma elə şey eləmə, ağır ol biraz, ciddi söhbət edirəm. Deməli də, birinci növbədə kursumuzun müəllimlərinə həqiqətən çox sağ demək istəyirəm ki, sağ olsunlar, haşim yerə salmadılar, belə deyim, təbii ki, nəstirgəmədilər bu videoda səndən. Ardından uşaqlara minnətdarlığımı bildirmək istəyirəm, onlar da sağ olsunlar, yenə sözümü yerə salmadılar. Son olaraq da sənə belə bir hədiyyə vermənin ideya müəllifi və bütün videoların operatoru olan Turala çox təşəkkür etmək istəyirəm, o da sağ olsun. Amma öz təbriklərimə keçməmişdən əvvəl bir şey demək istəyirəm. İsmailin təbrikində dediyi maşın vurmaq söhbəti ilə bağlı. Tanışsan da, yəni İsmail də yenə zarafat eləmək istədi, amma heyif ki, yenə istəməklə qaldı, yenə alınmadı. Nəsə, amma həyatda da zamanla öyrənəcəyini inanıram belə şeyləri. Dalanda görə təbrikimə, belə deyim, bəlkə də çox sayanda demişəm söz ki, insan ailəsini, qohumlarını, dilini, dinini və daha başqa çox şeyi öz seçə bilmir. Handan olduğuna etibarən bunların hamısını sahib olmuş olsun. Amma dostunu seçə bilsən. Bəlkə də dost buna görə daha dəyərli olur, amma sənin fərqliliyin ondadır ki, mama başda olmaqla bütün qohumların da çox dəyərli insanlardır həqiqətən də. Yəni, sənə arzulayacağım tək şey ola bilər ki, necə ki bu yaşa qədər mamanın, qohumların, öz payıma deyirəm, dostların üzünə eləmişsən, yanlarında başı dik gəzmirsən, ömrünün axına qədər belə olasın inşallah. Yəni, ancaq uğurlarına sevmək, belə deyim. Yəni, fərqli nəsə arzulamaq, başqa bir şey arzulamaq olmur. Çünki vaxtda dediyim kimi, elə dəyərli qohumlarım var, belə dəyərli dostum var, başqa heç nə lazımdır deyə düşünürəm sənə. Yəni, arzulamağa qalanda sənə yox, bütün hamıya sənin kimi bir dost arzulayıram. Çünki həqiqətən də böyük ürəyə sahib bir dostsan və məncə hər kəsin ehtiyacı ola biləcək bir dostsan, hər kəs sənin kimi bir dost istəyər. Amma buna görə daha özə təşəkkür edirəm ki, sən mənim yanımdasan, mənim dostumsan. Belə deyim də görə qısaca, nə yaxşı ki varsan, nə yaxşı ki tanımışıq bir-birimizi, nə yaxşı ki biz də kursa getmişik, orada tanışmışıq, o kursa getmişik sırf. Həqiqətən də düzdür təkrar olacaq, amma bir də deyirəm, arzulaya biləcəyim şey sənə deyil, hər kəsədir, sənin kimi bir dost arzulayıram hər kəsə. Bir də təbrik edirəm, uğurlar gələcək həyatında. Nə arzun varsa inşallah hamısı həyata geçər və hamısı reallaşanda da mən yanında olacağım inşallah sənin. Bu qədər yəni qədər. Hə, bir də belə bir şey var, düzdür bilməm necə deyim, amma belə deyim də yəni ki, əslində düzdür, bu videonu belə hazırlamırlar, amma bu dəfə belə oldu da, bir də təbriklər.